videoda sizə sadə məhsul necə yaradılır, onu göstərəcəm. Sadə məhsul dedikdə parametrləri olmayan məhsul nəzərdə tuturam. Yəni rəng, ölçü və s. digər seçimləri olmayan məhsul. Sadə məhsullara nümunə olaraq sizə bu kitabı göstərə bilərəm. Öncə gəlin məhsul məlumatlarına nəzər yetirək. Gördüyünüz kimi ən üstdə məhsulun adı, sonra qiyməti, kod, aşağıda təsvir, xüsusiyyətlər bölməsində isə məhsula aid daha ətraflı məlumatlar yazılıb. Janr, müəllif və s. İndi isə gəlin bu məhsulu sistemə daxil olub yenidən yaradaq. Sistemə daxil oluruq. Məhsullar bölməsində məhsullar hissəsinə giriş alırıq. Burada şirkətin mövcud məhsullarının siyahısı göstərilir. Yeni məhsul yaratmaq üçün sağ üst tərəfdə plus düyməsi basılır. Öncə ümumi məlumatları daxil edirik. Ad, kod, kateqoriyasını seçirik. Şəkil əlavə edirik. Və təsviri yazırıq. Daha sonra isə qiymət xanasına məhsulun qiyməti yazılır. Əgər bu məhsulda endirim varsa, qiymətin altındakı xanaya öncəki daha baha olmuş qiymət yazılır. Bu halda sistem baha qiymətin üstündən xətt çəkir və ucuz qiyməti göstərərək məhsulun endirimdə olduğunu vurğulayır. Bu əməliyyatlar bitdikdən sonra qeyd düyməsini basırıq. Məhsulun ümumi məlumatları daxil edilib qeyd düyməsi basıldıqdan sonra yuxarıda xüsusiyyət tabı ekrana çıxır. Bu taba daxil olaraq biz məhsul hansı kateqoriyaya aiddirsə, o kateqoriyanın xüsusiyyətlərini görə bilərik. Burada iki hissədən ibarət məlumat bölmələri var. Biri kitab, digəri ümumi məlumatlar. Kitab hissəsinə kitaba aid məlumatları daxil edirik. Dil Azərbaycanca, janr roman, müəllif bölməsində müəlliflər siyahısında Mario Levi adlı müəllifi seçirik. Nəşriyyat qanun, cild yumşaq. Ümumi məlumatlar bölməsindən isə yalnız çəki hissəsinə 500 qram yazırıq. Digər məlumatlar bu kitaba uyğun gəlmədiyi üçün boş qoyulur. Sonra bir daha qeyd düyməsini basırıq və bəli, artıq məhsul hazırdır. Qeydin yanında yerləşən səhifədə göstər düyməsi ilə yaratdığımız məhsulun səhifədə necə görünəcəyinə baxa bilərik. Məhsul artıq səhifədə görünür. Ad, qiymət, kod, təsvir, xüsusiyyətlər, şəkil və s. Hamısı normal qaydada öz yerindədir. Hələlik bu qədər. Növbəti videoda sizə rəng, ölçü və s. digər parametrləri olan məhsul necə yaradılır, onu göstərəcəm. Sağ olun.